Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2027-ci ilin sentyabr ayından tətbiq olunacaq müəllimlər üçün yeni təhsil islahatı haqqında məlumat verəcəm. İlk öncə zəhmət olmasa videomuzu bəyənirik və ətrafımızda olan digər müəllimlərlə paylaşırıq ki, hər bir müəllimin bu yeni təhsil islahatı haqqında məlumatı olsun. Dostlar, təhsil islahatının 3 əsas məqsədi var, hansı ki ekranda göstərilib hər biri. Birinci və üçüncü punktları ilk öncə oxuyaq. Təhsilin keyfiyyətinin artırılması, tədris və öyrənmə mühitinin yaxşılaşdırılması. İkinci punkt isə müəllimlər üçün, yəni şəxsi nöqteyi nəzərdən daha önəmli punktdur. Bunlar nələrdir? Rifahın yüksəldilməsi, yəni daha yaxşı əmək haqqı alsınlar. İkinci məsələ iş şəraitinin yaxşılaşdırılması. Məktəblərdə bəzi infrastruktur problemləri var ki, hansı ki, bu islahat nəticəsində onların aradan qaldırılması planlaşdırılır. Üçüncü məsələ isə müəllimlər üçün çox vacib olan ictimai nüfuzun artırılması. Yəni müəllimə olan hörmətin daha da artırılması nəzərdə tutulur bu islahat vasitəsilə. İndi islahatın təsviri və əhatə dairəsinə keçirdək. Ümumi olaraq 120 min müəllim bu islahatda iştirak edəcək. Təbii ki, bu sertifikasiya vasitəsilə mümkün olacaq. Yəni hansı ki, müəllimlər bir dəfə sertifikasiya imtahanından keçə bilər. Növbəti sertifikasiya 2027-ci ildən etibarən, hansı ki, ilk dəfə 2022-də olmuşdu. 5 il tamam olduğu üçün 2027-də ikinci sertifikasiya olacaq. Həmin sertifikasiya imtahanı nəticəsində uğurlu nəticə əldə edən müəllimlər, hansı ki, cədvəldə göstərilir, tam ştatlı müəllim və saat hesabı müəllimlər olmaqla iki qrupa bölünəcəklər. Uğursuz nəticə əldə edən müəllimlər ya məktəbdə köməkçi müəllim işləyəcəklər və yaxud da əmək müqavilələrinə xitam veriləcək. İndi tam ştatlı müəllimlər haqqında məlumatları orada görürsünüz. Tam ştatlı müəllim nədir? Yəni məktəbə gedir, bütün gününü məktəbdə keçirir. Amma təbii ki, bəlli bir saatlar var. Bu barədə də növbəti slaydlarda danışacağam. Həmin müəllimlər bir daha sertifikasiya imtahanına cəlb olunmayacaqlar. Yəni 2027, 2028, hansı ki indi sizin vaxtınızdan vaxt çatacaqsa, növbəti sertifikasiyanı verəcəksiniz. Həmin sertifikasiyadan sonra uğurlu nəticə əldə edib tam ştatlı müəllim olsanız, təhsil həyatınızın sonuna qədər bir daha sertifikasiya imtahanı görməyəcəksiniz. Və əmək haqqı orta aylıq əmək haqqının 2 dəfə çox olacaq. Yəni düşünün, Azərbaycanda hal-hazırda əmək haqqı 1000 manatdan yüksək, yəni orta aylıq əmək haqqından gedir. Təxminən 2000 manatdan çox maaş verilməsi nəzərdə tutulur. Bu təbii ki, təklifdir. Ola bilsin daha da yüksək ola bilər həmin vaxta qədər. İkinci məsələ saat hesabı müəllimlərdə ola bilər. Hansısa müəllim sertifikasiya imtahanında yüksək nəticə əldə edib, amma bütün günü məktəbdə olmaq istəmir. Gedib deyək ki, hazırlıq keçmək istəyir. Bu zaman onlar saat hesabı müəllimlər hesab ediləcək, yəni saat hesabına uyğun əmək haqqı alacaqlar və günün müəyyən hissələrini məktəbdə keçirəcəklər. Tam ştatlı müəllim olaraq əgər siz məktəbdə çalışsanız, hansı vəzifə öhdəlikləriniz var? Dostlar, 6 dənə punkt var. Bunun hər birini özünüz oxuya bilərsiniz. Bir-bir toxunmaq istəmirəm. Əsas məsələ birinci punkt olacaq sizlər üçün. Həftəlik 30-36 saat işləyəcək. Yəni bu nə deməkdir? Bir həftə ərzində siz maksimum 36 saat məktəbdə olacaqsınız. Amma o demək deyil 36 saat dərs keçəcəksiniz. Dərs keçmə müddətiniz 18-24 saat tədrislə məhdudlaşacaq. Yəni maksimum siz bir həftə ərzində 24 saat dərs keçəcəksiniz. Digər vaxtlarda nələr edəcəksiniz, hamısı burada qeyd olunub, özünüz oxuya bilərsiniz. Vaxtınızı almaq istəmirəm bununla bağlı. Yəni məktəbdə digər fəaliyyətlərlə məşğul olacaqsınız. Növbəti önəmli məqam tam ştatlı müəllim saat neçədə məktəbdən çıxacaq. Əvvəlki slayda bir daha qayıdıram. Həftəlik 30-36 saat işləyəcək. Yəni müəllim bir həftə ərzində bayaq da qeyd etdim ki, maksimum 36 saat məktəbdə olacaq. Yəni bu o demək deyil ki, siz digər işlərdə olduğu kimi, məsələn, 9-da məktəbə gedəcəksiniz, axşam saat 6-da çıxacaqsınız. Xeyr. Ola bilər ki, sizin işiniz tez yekunlaşar. Saat 2-də də, 3-də də, 4-də də məktəbdən çıxa bilərsiniz. Yəni hər gün səhər saat 8-də gedib axşam 6-da çıxın, belə bir şey olmayacaq. Hansısa bir gün, ola bilər hansısa bir işlə məşğulsuz məktəbdə, bu zaman 6-da çıxa bilərsiniz. Amma xüsusi bir işiniz yoxdursa, saat 3-də də çıxa bilərsiniz. Yəni bu növbəti mərhələdə tənzimlənəcək bir məsələdir. Yəni bu barədə də növbəti vaxtlarda təbii ki, plana uyğun formada müəllimlərə məlumat veriləcək ki, məsələn, filan günlər və ya filan yarışmaya hazırlaşır şagirdlər, bu zamanlarda saat 5-ə qədər qalmalısan. Yəni uzun sözün qısası, həftəlik 36 saat, 36-nı biz 5-ə bölsək, təxminən 7 saat edəcək. Yəni gündəlik 7 saat məktəbdə olacaqsınız. Ola bilər elə gün olar 8 saat olarsınız, elə gün olar 6 saat olarsınız.
Hansı məktəblərdə tam ştat müəllimlər olacaq? İlkin mərhələdə, yəni 2027-ci ilin sentyabrından başlayaraq əsasən böyük məktəblər üçün bu nəzərdə tutulur. Yəni hansı ki, infrastrukturu bu işlərə imkan verir. Yəni bunu həyata keçirməyə imkan verir. Yəni ilkin mərhələdə budur və ilkin mərhələdə 20 min müəllimin tam ştatlı formada məktəblərə götürülməsi planlaşdırılır. Növbəti mərhələdə, növbəti illərdə təbii ki, bu say artacaq və bu tendensiya davam edəcək. Hansı ixtisas müəllimləri üzrə tam ştat müəllimlik daha önəmlidir? Dostlar, bu mənim tam subyektiv fikrimdir. Mənim fikrimcə ibtidai sinif müəllimləri üçün daha önəmlidir. Səbəbini izah edəcəm. Bu repetitorluq fəaliyyətlə bağlı olacaq bir məsələdir. Nəyi nəzərdə tuturam? Yuxarı siniflərdə 9, 10, 11-ci siniflərdə dərs keçən müəllimlər əsasən repetitorluqla məşğul olan müəllimlərdir. Çünki həmin siniflərdə ali məktəbə hazırlıq daha önəmli xarakter daşıyır və şagirdlər həmin siniflərdə hazırlıqlara cəlb olunurlar. Yəni həmin müəllimlər də əlbəttə ki, bütün gününü məktəbdə keçirmək əvəzinə təbii ki, hamısına şamil olunmur. Bir çoxu gedib repetitorluq fəaliyyətinə yenə də məşğul ola biləcək. Yəni tam ştatlıq iş məcburi deyil, könüllü şəkildə həyata keçiriləcək. Amma ibtidai sinif müəllimlərində əlbəttə ki, məsələn, müəllim 3 saat dərs götürsün və yaxud da şərti olaraq deyirəm, 10 saat dərs götürsün, digər vaxtda getsin repetitorluq fəaliyyətinə məşğul olsun. Bu bir qədər uyğun olmayacaq. Nə baxımdan bildirəm? Təhsil Nazirliyi təbii ki, burada tam ştatlı müəllimlərə daha çox üstünlük verəcək. Səbəb odur ki, ibtidai sinifdə yəni bir müəllim olur, sinif hansı ki, deyək ki, Azərbaycanda riyaziyyat olsun, şərti olaraq bu iki fənni deyirəm. Bunun hamısını özü tədris etməlidir. Yəni bir müəllim gəlsin, yalnız Azərbaycan dilini keçsin, biri riyaziyyatı keçsin, bu formada olmayacaq. Yəni əsas üstünlük veriləcək burada tam ştat müəllimlərə. Bu mənim şəxsi yanaşmamdır. Təbii ki, rəsmi bir şey yoxdur bununla bağlı, amma böyük ehtimal ki, ibtidai sinifdə bu formada olacaq. Amma digər fənlərdə də təbii ki, zaman-zaman indi kimlər ki, məktəbdə işləmək istəyirsə, repetitorluqla məşğul olmaq istəmirsə, onlar da tam ştatlı formada məktəbdə işləmiş olacaqlar. Belə dostlar, ümid edirəm maraqlı bir video oldu. Təbii ki, islahatın müsbət və mənfi tərəfləri ola bilər hər kəsə görə. Öz fikirlərinizi şərhlər bölməsinə yaza bilərsiniz. Sağ olun, bir sonraki videolarda görüşərik. Hələlik.